Aziz həmvətənlər, Gözlə. 34 ildən sonra Azərbaycan xalqının qəhrəman oğlu, vətən uğrunda şəhid olmuş Mahir Abzaroğlu Quliyevin ləşini doğma torpağımıza dini ayinlərə uyğun olaraq tapşırdıq. 90-cı illərin əvvəllərində vətən torpağı darda olanda Azərbaycan xalqının ərazi bütövlüyü təhlükə altında olanda bütün qeyrətli Azərbaycan oğulları kimi Mahir də biganə qala bilmədi. Öz 3 körpəsini bizlərə, vətənə əmanət edərək yağı düşmənlə döyüşə getdi. Mahir və onun döyüş yoldaşları çox böyük qəhrəmanlıq göstərdi. Qeyri-bərabər döyüşlərdə silah cəhətdən, təminat cəhətdən, hər cəhətdən geridə qalmış bir ordu şəklində olsalar da qəhrəmanlıqla vuruşur. Onlar düşməni maksimum geri tutmağa çalışırlar. Birinci Qarabağ müharibəsində bizim qəhrəmanlarımız əsasən də şəhidlərimiz olmasaydı, bu gün biz bu günləri görə bilməzdik. Və bilirsiniz ki, Azərbaycanın normal bir təmin olunmuş, silahlanmış ordusu yoxdur. Azərbaycanın ərazisinin qorunması məhz könüllülərin əsasən üzərinə düşmüşdür. Onlar elə böyük bir silahla təmin olunmasalar da, təlimlərdən keçməsələr də onların ürəyində bir vətən sevgisi, bir qəhrəmanlıq var idi onlarda. Onlarda bir qorxmazlıq var idi ki, dırnağacan silahlanmış düşmən ordu ilə vuruşurdular. Bir addım da geri çəkilmirdi. O cümlədən Mahir də elə döyüşçülərimizdən olub, elə bir qəhrəmanlarımızdan olub. Nə yazıq ki, qeyri-bərabər döyüşdə vətən uğrunda şəhid olmuşdur. O gün, bu gün biz Mahirin nəşini axtarırdıq. Onu qanun qaydaya uyğun doğma rayonumuzda torpağa tapşırmağı arzulayırdı. Sağ olsun dövlətimiz, sağ olsun cənab prezidentimiz onun sərəncamı ilə həmişə ayrılıbdır, yaradılıbdır. Dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir. Heç bir maliyyət sərfindən çəkinmədən itkinlərimizi axtardı. Bugün Mahiri gətirdik, dəfn elədik, amma hələ bizim rayon olaraq 46 itkin şəhidimiz var. İnşallah ki, o şəhidlərimiz də tapılır. İnşallah. İnşallah.